Bugün Qardasil peyvəndini yenə də bir xanıma icra edəcəyik. Bu peyvəndi niyə edirik? Burada yəqin ki oxuya bilməsəniz, Qardasil 9 yazılıb. Qardasil peyvəndinin içərisində 9 HPV növünə qarşı qoruyuculuq var. Yəni bu sizi doza tamamlandıktan sonra 9 HPV, yəni ən çox problem yaradan HPV növünə qarşı qoruyur. Bunlardan ikisi HPV 6 və 11 zil əmələ gətirən növlərdir. Qalan 7-dən isə xərçəng əmələ gətirən növlərdir. Və bizim üçün də bu xərçəng əmələ gətirən növlər çox önəmlidir. Çünki onlar qadın həyatında geri dönüşümü olmayan problemlər yarada bilirlər. İğnənin vurulması o qədər də mürəkkəb bir şey deyil. Sadəcə olaraq düzgün mənbədən almaq lazımdır. Saxlama şəraiti buzluqda saxlanılmalıdır peyvənd. Bu şəkildə 3 dəfə vurulur. İndi vururuq, 2 aydan sonra vururuq, sonuncunu da indiki vaxtdan 4 ay sonra, yəni 0-cı, 2-ci və 4-cü aylarda vurulur. Peyvəndin başlama yaşları ortalama 9-11 yaşdır, 45 yaşına qədər xanımlara vurula bilir. 45 yaşından sonra vurulmağının çox da bir mənası olur.